Tamam. Bizim bugün eksklüziv pasientlərimiz olub. Fikir verdiniz. Biraz əsəbləşmişəm, nə demək istəyirsən? Hə, gördüm onu. Nə demək Hər istəyirsən? gün əsəbləşirəm də. Yox, bu normaldır day doktor. Amma pozitivə kökləmək lazımdır hər şey. Əsəbləşdim, niyə əsəbləşdim? Fikir vermirsən. Ağır-ağır əməliyyatlara qohumlar bir-birinə əməliyyat həcmi təyin edir. Sən get bu əməliyyatı elə. Bu qohumlar, qonşular bir-birinə niyə məsləhət verir, mənim başım çıxmır. Hər kəsin öz problemi var, getsin öz problemi ilə məşğul olsun. Yəni ki, siz axı tibbi bilə bilməzsiniz, siz həkim qədər bilə bilməzsiniz. Tibbin özünün bir qayda qanunu var, tibbin özünün bir mədəniyyəti var. Artıq orada insanlar belə deyək, müdaxilə edirlər. Ağır-ağır əməliyyatları bir-birinə məsləhət verir. Ki, həkim özü üçün deyir, sən get bu əməliyyatı. İndi iş burasındadır ki, pasiyent də qonşunun sözünün əməliyyatı gedir. Qonşu mənə bu əməliyyatı təyin edir. Yəni, bunun bir açıqlaması yoxdur. Mən bunu nə adlandırım bilmirəm. Nə adlandırım? Kommentlərdə yazın, mən bunu nə adlandırım?